Dostlar, ikinci video geldi. Səslərdə özə dünən demişdim ki, yəni 2 video çəkəcəm, amma 2 video çəkmədim də. Yəni elə bu günləri çəkirəm. O birisini dünən çəkmişdim, dünən də paylaşdım. Bunu da bu gün çəkirəm, bu gün də paylaşacağım. Pekinlər yaxşılaşdı. Pekinlər yaxşılaşdı. Qabaqda gedənlərdə o balaca səslilərdi. Bunlar da arxada gedənlərdə böyük səslilərdi. O da 3-dən aldı. Digərlərdəki ağla o ağlı qəhvəli də ən tərəfdədir. Yəni o tərəfdədir. O ağaçların arxasındadır. İndi göstərəmirəm. Bunlar da gedir. İndi balalı ördəkləri çölə buraxıb çəkəcəm. Hadi. Hə. Bu da belə ağlı qaralı buradaymış. Ağ da burada. Ağlı qaralı deməyək, ağlı qəhvəli deyək. Baxın. Xoruzdan yaman pis qorxur. Səslilər də oradadır. Bu ağ da ayılıbdır. Tam ayılmasız ama ayılıbdır. Qanatlarını yolmuşam. Qanatları belə yolla. Ofərə yaman pis qorxur. Nədənsə ofərə bunlardan qorxur. Bu günlərim sırf yəni yekə ördəklərdir. Yəni lal ördəklərin yekələrinə uyğun videodur. Balacalar çəkməyəcəm yəni. Balacalar çəkməyəcəm, ancaq yekələr lalları. Sabah da sırf balacalara aid video gələcək. Bu günlərimdə yekələrə aid, sabah da sırf balacalara aid video gələcək. Baxın. Biraz bulanlıq düşür, bilmirəm. Baxın, o fərəni döyürlər. Videonu çəkməkdə məqsədim odur ki, yəni kanalımın səhifəsini qaldırmaq istəyirəm. Əslində belə hər gün eyni şeyləri paylaşmaq mənim də xoşuma gəlmir. Ancaq təzə ördək yad alanda mən video paylaşmağı xoşlayıram. Və təzə ördək yad almadan video çəkməyi ilə də xoşlamıram. Eyni şeyləri təkrar göstərib, adam da sıxılır eyni şeyləri təkrar çəkməyə. Yəni kanal qalxsın deyə çəkirəm. Bayaqki dünənki videoma baxıram, 44 dənə baxış gəlibdi, amma abunəçi sayı artmayıb da, abunə olun kanala. $20 dənə abunəçi var, amma videolara o qədər baxış gəlir, amma bir dənə abunəçi, bir dənəsi baxanda abunə olmur, nə də like atmır. Heç olmasa hamısını bildik, bir dənə yorumlar yazın da. Yəni, nəyə güləm desəz yanımda. Nəysə. Balacalar gedir, baxın. Qaçdılar o şeyinə. 2 dənə səsli qaçdı. Bu da qəhvəyi fərə. Yəni, qəhvəyi sayılmaz, ağlı qəhvəli. Ağ ördək dostlar, baxın, o birisindən hündürdür, qəhvəydən hündürdür ağ. Baxın, qılçalarını görürsünüz da, bunun qılçalarına baxın, bunun qılçalarına baxın. Aralarındakı fərqi yəqin görürsünüz da. Bax, biri hündürdür, biri alçaqdır, bax, fərqi burada bilinir. Fərqi çox alçaq deyil. Amma xoruz görürsünüz da, maşallah, hündürdür. Xoruz mən boydadır. Dostumun yanındakı deyir, xoruz mən boydadır, nəysə. Baxın, o da fərə. Dostlar, bağışlayın, yanımdakı videoda ağını çıxartdı. Mən də videonu durdurup bir dənə payını verdik. Adam rəy sıxılır, videolar çəkmək istəmir. Necəksiniz bu sıxıcı videoları niyə çəksən? Yəni, sıxıcıdır, baxmayın da beləyək. Baxan baxsın, baxmayan da sıxıcı biləndə çıxsın. Bu sırf yəni böyük ördəklərə aiddir, yəni balacalar çəkməyəcəm.
İndi səs ki, balacalar nədir? Onlar səslidir, yəni. Lal balacaları sabah çəkəcəm. Özdə otlatma videosu. Bu günlərim ancaq sırf böyük lal ördəkləri çəkirəm. Hə, indi ayrıntılı çəkək. Biraz bağışlayın. Videonu bura qədər yığdırın. 5 dəqiqəyə qədər yığdırın. Video biraz pis oldu elə bil. Yəni burada məqsəd ördəkləri göstərməkdir. Bir də səhifəni artırmaqdır. Yəni başqa məqsəd nə ola bilər ki? Səhifəni qaldırmaqdır. Baxın, gördünüz nətər qaçır. O fərət çox alçaqdır. Videolara baxıram, hamı deyir ki, alçaq fərəni saxlamayın da damazlığa. Deyir, balalar alçaq çıxır. Bir videoya baxıram, deyir ki, alçaq fərə saxlamayın, balaların hamısı balaca olacaq. Birinə də baxıram, deyir ki, fərənin heç bir önəmi yoxdur. Xoruz nətər olursa balalar da çıxır. İndi bilmirəm, mən arasında qalmışam. İncə göstərdimdə, yəni ağ fərə ilə o ağlı, qəhvəli fərənin arasındakı fərqi göstərdim. Yəni sırf böyük ördəklərə aid videodur. Deyəcəksiniz ki, balacalar hardadır, onlar niyə çəkmirsən? Balacalar damlarındadır, hava bu günlər biraz gecikmişəm dostlar, axşam düşür. Yəni axşama görə də ki, çəkənmədim balacaları. Ona görə, yoxsa mən bir dəqiqə balacaları bıraxıb, balacaları da çəkərdim, amma yəni axşam düşür da, hava baxın, qaralır, belə. Baxın, nə şirin otlayırlar ikisi bir yerdə. Bu ikisi bir yerdə otlayırlar. Onlar səslidir. Yəni bilməyənlər üçün deyirəm, onlar səsli ördəklərdir. Onlar da dediyim kimi axşama qədər çöldə qalır, amma lallar damdadır bir dəqiqə. Məncə səssiz video çəkmək hamısından yaxşıdır. Yəni boş-boş danışmaqdansa elə danışmayıb ördəkləri göstərmək hamısından yaxşıdır. Bu da bura çıxıbdır. Belə göstərək. Çıxıb bura balalarını istəyir o. Tam alimlikdir. Yəni mən də məcburam dostlar. Lal ördəkdən yəni saxlayırsansa xeyir götürməlisən. Belələri var ki, videolarına girirəm, deyirəm yəni ya bil töxcəyə xəstəlik düşür, hamısı ölür, nə bilim. Belə nətər deymək, 5 dəqiqədən bir heyvanlar nəsə olur. Deyirəm ki, yəni bu heyvanları niyə belə saxlayırsan da? Yəni deyirəm ondan gəlir götürəmirsən, bir şey eləmirsən. Yəni ondan nə saxlayırsan? O deyir ki, mən marağa saxlayıram da, həvəsə. Mən deyirəm, nə bilim, həvəsə saxlansaydı indi, nə bilim valla. Həvəsə saxlamaq olar, prosto. Ondan xeyir götürənməyəndən sonra həvəsindən nə faydası var ki? Artıq yalandan xərcdə. Məsələn, mən bu ördəkləri bala götürməsəydim, bu dəqiqə heç birini saxlamazdım, hamısını kəsərdim. Mən bunları balaya görə saxlayıram. Bizdə bunları 13 manatdan almışdım mən. Bu qaraydı, nə bilim o qaraydı, bu ağ idi, belə 2 dənə ağ var idi, 2 dənə qara var idi, 3 dənə də ağlı qaralı dəsən var idi, 4 dənə də ağlı qaralı var idi. İndi qabaqçı izləyicilərim bilir neçə dənə idi. Bilməyənlər üçün deyirəm, onların kəsdim, 3 dənəsini saxladım. Bir dənə qara, bir dənə ağ, bir dənə də ağlı qaralı. Və deyəcəksiniz ki, o birisi fərənli, onu da təzə almışam. Onu da sonradan aldım da, yəni təzəkcə aldım. Onu bilmirəm neçə yaşı var. Bilənlər, başı çıxanlar varsa yorumlara yazsın, onun neçə yaşı var. 10 yaşını mən bilmirəm. Maskası amma cavan göstərir. Bu da qaçır. Bir də dostlar, xahiş edirəm, yorum yazın da. 44 nəfər baxır, 1 nəfər yorum yazmır, 1 nəfər bəyənmir, nə bilim, 1 nəfər abunə olmur.
gəldi. Baxın, yavaş-yavaş xoruza yaxınlaşırlar fərələr. Kürddən ayılıblar deyə biraz nətər deyim. Belə stresdə kimi olublar da, yəni balalarından ayırmışam deyə biraz stresə düşüblər fərələr. Məncə tez yumurtlamazlar, biraz vaxt çəkəcəkdir. İnanmıram tez yumurtlayalar. Məncə yumurtlayalar, amma dostlar çox yaxında səsliləri, nə bilim lalları, amma yekələrdə, yəni yekə səslərlə yekə lalların hamısını komluqda, hamısını yəni otlatma videosu gələcək. Otlanırlar dostlar, yalandan özümə əziyyət verirəm. Yəni nə edirəm, belə çıxmasın otlayırlar, amma ot yoxdur. Bu dəqiqə məhəllənin ən yaşlı yeri buradır. Görürsünüz də ot 2-3 dənədir. Qalan hər yer quruyubdur, görürsünüz. Ən yaşlı yer bu üçüncüdür. Üçüncüdə yəni nə deyim, otlamırlar, yəni dalaşıq eləyirlər, bəlkə tanımadıqları yerdə məhəllənin nə bil div qismləri ola da, yəni arxalıq ola da, yəni nə bil məhəllənin sonları kimi yer o. Bax görürsünüz, götdü ağzından qopartdı. Yeri tanımayalar ki, birlərini dalaşırlar, nə bilim vururlar. Səsliləri it kimi döyürlər. Bu yazıq 2 dənəni öldürürlər. Deyəcəksiniz və öldürürlər, niyə yanlarında qoymuşsan? Yəni əslində örgəşsin deyə. Balaca vaxtdan örgətməyəndə yekələndə də çətin olur biraz. Baxın, bu biraz qəribə fərədirlər. Baxın, qılçası çox alçaqdır dostlar. Belə qavağına bir dənə balaca daş tutan kimi belə yıxılma kimi olur. Qılçası çox balacadır. Məncə o, baxın, məncə o yaxında yumurtlayar. Məncə o yumurtlayar yaxında. Bu hələ kürddən təzə almış fərə belə olur. Baxın, quyruq hissəsi, yəni arxa hissəsi belə görürsünüz də dümdüzdür, belə nazikdir. İndi o yumurtalı olanda belə nətər deyim, belə aşağıya doğru salınacaq. Belə arxa hissəsi baxın belə aşağıya doğru gələcək. Bu video biraz sıxıcı oldu, amma yəni videonun sonlarında ilə lal ördəklər barədə, balalar barədə soruşsa, balaca ördəklərinin yəni barədə mən bir şey öyrənmək istəyirəm. Yəni eləsə videolara baxıram, eləsi var ki, ilk günündən buraxır çölə balacan ördəyi. Eləsi var ki, elə bir kəftəliyində buraxır. Sizə mən nə vaxt çölə buraxım? Yəni suya nə vaxt buraxım çimsimlərdə? Yəni neçə həftəlik olanda suya buraxırlar, onu bilmək istəyirəm. Videolarda baxıram, hamı nətər deyim, 2 həftəliyindən, eləsi var 1 günlüyündə, eləsi var 2 həftəliyində buraxırlar həyətə. Başa çıxa bilmirəm. Hərəs bir videoda hərə bir söz deyir. Yəni təzə saxlayanlar üçün çox problemli bir işdir da bu. Mən təzə saxlamıram, amma prosto lal ördəklər barədə bilmədiyim çox məlumatlarda. Bir videoma baxıram, mən yazmışam 2 həftəliyində çölə buraxmaq olar da, yəni onda bu ördəklər, lal ördəklərimi təzə almışdım. Ham yorumlara yazırdı ki, 2 həftəliyində yox, 1 aylığında, nə bilim, belə. Adamın da beyni qarışır. Qara fərə biraz nətər deyim, stresə giribdir, biraz pis vəziyyətlədir. Amma məncə ayılacaq. Xoruz tırp kimidir. Bu da ağ fərə. Mən çox sevdiyim bu qara fərədir. Əsasında giriflər hovuza. Mən yaxınlaşanda qaçırlar. Giriflər gölə. Dəqiqə. Baxın orada. Suda oynayırlar. Xoruz ördəklə də balacalar. Bu da Estağfurullah. Dostlar, yorum yazmaq, like atmaq unutmayın. Kanala abunə olun. Təzə videolarda gələcək. Sabahki videomda nağdı və 100% yəni otlatma videosu olacaqdı. 2 dənə video paylaşacağım sabah. Biri böyük ördəklərin, bir də balacaların otlatması. Nəysə, sağ olun, salamat qalın.